Hə, əkizdə içində 2 dənə insan var. Onların hərdən ürəyim ağrıyor. Onların içində 2 dənə insan var. Çox ağıllıdırlar. Ağıllı bürcülərin başında dayanır. Çünki içindəki insan səhər həni deyirsə, axşam yoxu deyə bilir. Çox götür qoy edirlər ki. Onların hərdəm xəyallığı o deyil. Hərdəm xəyal deyirlər. Səhər dediyini daha axşam gözəl bir versiyası çıxır ortaya. Buna görə bunlar yontalanmalıdırlar. Hər dəfə bunların söhbət olunmalıdır. Həm narahatdırlarsa bir balaca mehəsən yer və yaxud da ki, balaca bir ventilator varsa, ventilatorlu bir yer olsun ki, bunlara nə ki gəlir, o ilham ki gəlir, onlar onu eləyəcəklər. Ona görə doğuşdan gələn ağıllıdırlar da, belə deyək. Doğuşdan gələn 3 dənə ağıllı əsasən. Əkizlər, tərəzi, bir də bizim bu dolçalar. Biri başlanğıc nöqtəsidirsə, dolça isə həmin ağlın son nöqtəsidir. Bu ikisini tərəzidə isə tərəzilər saxlayır. Balansda. Dolça hər şeyə agahdır və hər şeyi bilir. Problemin tərəfi nədir? Tez soyuya bilir. Soyuq sevgi göstərə bilir. Tərəzi əgər şey göstərirsə, isti, mülayim sevgini göstərə bilirsə, bu isə soyuq sevgini göstərir. İdarə olunursa əkizlər tərəfindən. Əkizlər analitiklər, çox danışacaqlar. Qıraqdan sanki başınız, beyniniz gedəcək. Bunlar içərilərində 2x, 3x deyilən bir format var da danışmaq üçün. Yorulmazlar. Qoylar yorulmasınlar. Onlardan nə yaxşı çıxar? Yaxşı reportyor, yaxşı yazıcı. Bunlar çox gözəl yazıcıdırlar. Fikirlərini qoy yazsın. Evdə uşaqlar oyuna məşğulsa, qoy yazsınlar, qoy danışsınlar. Gözəl podkast hazırlasınlar. Demək ki, şeydə